Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Değerli ve muhterem cemaat. Alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, hayır duası ve bereketi olsun. Aziz cemaat, Allah Teala'nın müvaffakiyeti, onun yardımı ve köməkliyi ile büyük hadis alimi Hafiz El-Nevevi rahimahullah'ın El-Erba'un fi Mebanil İslam ve Kavaidil Ahkam, İslam'ın əsaslarından, hükümlerin qaydalarından bəhs eden məşhur 40 hadis kitabını oxumağa devam edirik. Görkəmli alimler Şeyh Salih İbn Fawzan El-Fawzan'ın, Allah Teala onu qorusun, Şeyh Abdülmuhsin El-Abbad, Allah Teala onu qorusun, şərhləri, izahları ile. Möhtərəm cemaat, keçən dərsimizdə biz Ebu Rukayye Temim İbni Aus Eddari'den, Allah Teala ondan razı olsun, rivayet olunan meşhur din nasihattir hadisinin şerhine devam ettik. Bugün de Allah-u Teala'nın müvaffakiyetiyle kitaplara nasihatin manasını öğreneceğiz. En birinci gelin İmam Müslim'in, Allah Teala ona rahmet etsin, El-Musnedus Sahih kitabında Ebu Rukayye Temim İbni Aus Eddari'den, Allah Teala ondan razı olsun, rivayet elədiyi meşhur hadisi bir daha hatırlayaq. Ebu Rukayye Temim İbni Aus Eddari, Allah Teala ondan razı olsun, deyir ki, Ennen Nebiyye sallallahu aleyhi ve selleme kâle, Allah Nebisi Muhammed sallallahu aleyhi ve sellem söyledi. Eddinun nasiha, din nasihattir. Kulla limen ya Resulallah, biz dedik, kimin üçün nasihattir ey Allah'ın Resulü? Kale lillahi ve li kitabihi ve li rasulihi ve li eimmetil muslimine ve ammetihim. Allah üçün, onun kitabı üçün, onun elçisi Resulü üçün, Müslümanların başçıları üçün, bir de ümumi cemaat üçün nasihat. Keçən dərsimizdə biz Allah-u Teala'ya nəsihət kəlməsinin şərhini, izahını öyrəndik. Allah-u Teala'ya nəsihət, yəni etiqad edib, inanmaq ki, Allah Subhanahu ve Teala'dan başqa ibadədə haqqı çatan məbud yoxdur. Ən birinci bu. Etiqad eləyib, inanıb, qəlbi ilə təsdiqləyib, dil ilə söyləmək ki, Allahdan başqa ibadədə haqqı çatan məbud yoxdur. Sonra ona kamil şəkildə iman gətirmək. Tam, kamil şəkildə ona və imanın digər əsaslarına inanıb iman gətirmək. Sonra etiqad etmək ki, Allah Subhanahu ve Teala rububiyyətində təkdir. Gördüyü işlərində təkdir. Allah-u Teala yeganə yaradan, yeganə ruzu bəxş edən, yeganə həyat verən, yeganə o həyatı verdiyindən alan, yeganə ucaldan, yeganə alçaldandır. Sonra Allah'ı ibadətdə təkləşdirmək. İnsanın özünün görmüş olduğu işlərdə Allah'ı təkləşdirməsi. Dua etməkdə ancaq Allah'a dua etmək. Köməklik istəyən zaman ancaq Allah'tan köməklik istəmək. Namaz qılan zaman ancaq Allah üçün namaz qılmaq. Qurbanı Allah'ın adı ilə, Allah buyuran Kəbə tərəfə, Allah üçün kəsmək. Həyatı, yaşamı Allah üçün yaşamaq, vaxtı çatanda da müsəlman kimi Allah'ın buyurduğu qaydada bu dünyadan köçüb gedib vəfat etmək. Uca Allah buyurur, Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil alemin. La şərikə ləh. De, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur.
Sonra Allah-u Teala'nı onun gözəl adlarında və uca sifətlərində təkləşdirmək. İnanıb, etiqad etmək ki, Allahın adları var. Bu adlarının hamısı da gözəl adlardır. Allahın sifətləri var. O sifətlərin hamısı uca və kamil sifətlərdir. Ondan sonra Allahın qədərinə iman gətirmək, qədərin xeyrinə və şərrinə iman gətirmək, Allah-u Teala'nın bütün gördüyü işlərə iman gətirmək, inanmaq. Bax, bu Allaha nəsihətin mənası idi. Bu dərsimizdə isə biz kitaba nəsihəti, yəni Allahın kitabı Qur'an-ı Kərimə nəsihətin mənasını öyrənəcəyik. Şeyx Salih İbn Fawzan el-Fawzan hafizahullah buyurur ki, "En-nasihatu li kitabillahi ve huvel Kur'an." Allah'ın kitabına nəsihət, Kur'an-ı Kerim, en tu'mine bihi. En birinci ona inanmaq. İnanmaq ki, Kur'an Allah'ın kitabıdır. Ve en te'teqide ennehu kelamullah. İtikad eləyib inanmaq ki, Kur'an Allah'ın kelamıdır. Ve ennehu munezzelun gayru mehlukin. O Allah Teala tərəfindən nazil olub, indirilib, o məxluq deyil, yaranmamış insan sözü değildir. Ve ennehu kelamullahi hakikaten. O həqiqətən də Allahın kəlamıdır. Allah Teala həqiqətən də özü bu Kur'an'ı danışıb. Bu Kur'an'ı özü həqiqətən də danışıb. Enzelehu ala rasulihi Muhammedun sallallahu aleyhi ve sellem. Allah Teala bu Kur'an'ı elçisi Resulü Muhammed sallallahu aleyhi ve selleme nazil edib. Thumme tuktheru min tilavetihi. Sonra Allah Teala bu kitabın okunmasını çoxaldıb, artırıb. Ve tedabburihi. Onu başa düşüb, dərk eləyib anlamağı. Ve teteemmele me'anihi. Mənası haqqında düşünüb, fikirləşib, təfəkkür etmək. Və tətlubu tafsirahu, onun təfsirini öyrənmək, onun haqqında elm tələb etmək. Thumma ta'malu bihi, sonra onunla əməl eləyib öyrənmək. Və tuxlisal amalu lillahi, əməli Allah üçün ixlasla etmək. Həzihin nasihatu li kitabillahi azza və cəllə. Bax, bu Allah'ın kitabına nəsihətin mənasıdır. Demək, en birinci Allah'ın kitabına nəsihət, en birinci iman gətirmək ki, Kur'an Allah'ın kitabıdır. Buna inanmaq, ona göre ki, kitablara iman, imanın 6 əsasından biridir. Cebrail hədisində, Cebrail aleyhisselam Muhammed sallallahu aleyhi ve selleme sual etdi ki, əxbirni anil iman. Ey Muhammed, mənə iman haqqında xəbər ver. Allah Resulü sallallahu aleyhi ve sellem nə söylədi? İman, Allah'a iman gətirmək, onun mələklərinə iman gətirmək, onun kitablarına iman gətirmək, onun peyğəmbərlərinə iman gətirmək, ahirət gününə iman gətirmək, qədərin xeyrinə və şərrinə iman gətirmək. Cebrail aleyhisselam da dedi ki, sadaqətə, sən doğru söylədin. İman gətirmək, Kur'an Allah'ın kitabıdır. Sonra etiqad eləyib inanmaq ki, Kur'an Allah'ın kəlamıdır. El-Kur'anu kelamullahi. Kur'an Allah'ın kəlamıdır. Və ennallaha təkəlləmə bihi haqiqətən. Həqiqətən də Allah bu Kur'an'ı danışıb. Munəzzəlun. O Kur'an nazil olub, enib, gayru məxluqin. O məxluq değildir, yəni insan sözü değil, yaradılmamıştır. Ondan sonra Allah Teala onu Cebrail aleyhisselam vasitəsilə 23 ildə Muhammed sallallahu aleyhi ve selleme aramla hissə nazil etmiştir. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem ve sahabeler onu oxumağı çoxaltmış, ayələri barədə düşünüb təfəkkür etmişlər və onun mənası barəsində fikirləşmişlər, onun təfsirini öyrənmişlər, sonra əməl etmək. Sonra əməl etmək gəlir. Baxın, əməl etmək 10-cu sırada gəlir Kur'anla. 1-ci sırada gəlir Kur'ana iman gətirmək. 2-ci, etiqad etmək ki, Kur'an Allah'ın kəlamıdır. 3-cü, Kur'an Allah Teala tərəfindən nazil olub məxluq deyil. 4-cü, Allah Teala həqiqətən də bu Kur'an'ı danışıb. 5-ci,
Allah Teala bu Kur'an'ı Resulü Muhammed sallallahu aleyhi ve selleme indirib. 6. Peygamber sallallahu aleyhi ve sellem bu Kur'an'ı çoxlu oxuyub. 7. Bu Kur'an'ın ayələri haqqında düşünüb, fikirləşib, təfəkkür etmək. 8. mənasını incələmək, dərk eləmək. 9. o ayələrin təfsirin, şərhin, izahını öyrənmək. 10. əməl etmək. 10. Kur'anla əməl etmək, dəyərli cəmaət. Görürsünüz 10-cuya qədər, 10-cu mərhələyə qədər hələm 9 dənə mərhələ keçirsən. Bir insan Kur'an-ı Kerimlə əməl etsin, ona inansın, etiqad etsin ki, Kur'an Allahın kəlamıdır. Amma əgər desə ki, bu Kur'an Muhammedə nazil olunmayıb, başqasına nazil olub, artıq o Kur'an-ı Kerimə iman gətirmiş sayılır. Yaxud da Kur'an Allahın kitabıdır, amma Kur'an məxluqdur, Allahın kəlamı deyildir. Bunların heç biri sayılmır, dəyərli cəmaət. Ona görə də bu 9 mərtəbədən sonra gəlir Kur'anla əməl etmək. Ən birinci onun təfsirini öyrənirsən, ayələrin mənasını öyrənirsən, ayələrin izahını öyrənirsən, ondan sonra gəlir onunla əməl etmək. Sonra bu əməli etməkdə Allah ilə ixlaslı olmaq. Əvvələn, ən tə'təqidə ənəhu kəlamullahi haqiqətən. Etiqad etmək ki, o həqiqətən də Allahın kəlamıdır. Allah Teala bu haqda Kur'an-ı Kerimdə neçə ayədə buyurur. Məsələn, buyurur ki, uca Allah, وَهَذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ. Bu, Allahın nazil etdiyi mübarək kitabdır. Bu, Allahın nazil etdiyi, indirdiyi mübarək kitabdır. Uca Allah buyurur, لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللّٰهِ. Əgər biz bu Kur'an'ı dağa nazil etsəydik, o dağ Allah'ın qorxusundan boyun əyib paramparça olardı. Hər iki ayə onu göstərir ki, Kur'an Allah Teala tərəfindən nazil olub. Həm وَهَذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ ayəsi, bu bizim nazil ettiğimiz mübarək kitabdır. Həm də لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ. Biz bu Kur'an'ı dağa nazil etsəydik. Ondan sonra gəlir, dəyərli cəmaət, Kur'an-ı Kerim'in Allah'ın kəlamı olması haqqında Kur'an'ın özündən dəlillər. Uca Allah buyurur, وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنْ كِتَابِ رَبِّكَ. Sənin Rəbbinin kitabından nazil olan, vəhiy olanları oxu. لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ. Heç kim onun kəlmələrini dəyişə bilməz. Yəni Kur'an-ı Kerim'i heç kəs dəyişə bilməz. Uca Allah buyurur, وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللّٰهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ. Onlardan demək, bəziləri Allah'ın kəlmələrin eşidirdilər, sonra onu dəyişdirib təhrif edirdilər. Uca Allah burada onların dəyişdirib təhrif etməyə çalışdığı Kur'an'ı adlandırır Kəlamallahi, Allah'ın kəlamı. Ondan sonra Uca Allah buyurur, İnne hâzel Kur'âne yaqussu alâ beni İsrail ekferallezî hum fîhi yahtelifûn. Həqiqətən də siz Yahudilərin sizə inanacaqlarını mı ümid edirsiniz? Halbuki onlardan elə bir tayfa var idi ki, Allah'ın sözünü eşidib anladığından sonra bilə-bilə onu təhrif etdilər. Bütün bu ayələr, dəyərli cəmaət, Şeyxülislam İbn Teymiyyə rahimehullah El-Aqidetu El-Vasitiyyatu kitabında gətirir. Kur'an'ın Allah'ın kəlamı olub, Allah Teala tərəfindən nazil olmasına, Kur'an'ın məxluq olmayıb yaradılmamasına dəlil, sübut olaraq. Ondan sonra Kur'an-ı Kerim'lə əməl etmək. Dəyərli cəmaət, Kur'an-ı Kerim'lə əməl etmək olduqca mühümdür. Yəni insanlar elə başa düşürlər ki, Kur'an-ı Kerim'lə əməl etmək, yəni Kur'an-ı Kerim'i açdım, 10 vərəq, 15 vərəq oxudum, bağladım. Bu, fəqət Kur'an'la əməl etmək budur. Bu, belə başa düşürlər. Halbuki dəyərli cəmaət, Kur'an-ı Kerim'lə əməl etməyin mənası bu deyil. Fudeyl ibn İyad rahimehullah buyurur ki, İnnemâ nuzziləl Kur'anu liyu'mələ bihi fəttəxəzənnəsu qiraətehu amelen. Kur'an onunla əməl olunmaq üçün indirildi. İnsanları isə Kur'anla əməl etməyi ancaq oxumaq başa düşdülər. Yəni oxusaq, Kur'an-ı Kerimdən gündə bir cüz, yarım cüz, artıq biz bu Kur'anla əməl etmiş sayılırıq. Xeyr, dəyərli cəmaət.
Quran-ı Kərimə əməl etmək, ən birinci etiqad edib inanmaq ki, o Allahın kitabıdır. Sonra etiqad edib inanmaq ki, Quran Allahın kəlamıdır. Sonra etiqad edib inanmaq ki, Quran-ı Kərim məxluq deyil, insan sözü deyil, yaradılmamışdır. Sonra etiqad edib inanmaq ki, Quran həqiqətən də Allah Teala tərəfindən danışılmışdır. Sonra etiqad edib inanmaq ki, Allah Teala bu Quranı Muhammed sallallahu aleyhi ve selleme indirib nazil etmiştir. Sonra Quran-ı Kərimi çoxlu oxumaq, sonra ayələrin başa düşmək, sonra ayələrin təfsirin, izahını öyrənib, sonra əməl etmək. Sonra əməl edib başa düşmək və həqiqətən də Quran əhli o kəslərdir. Onlar Quran-ı Kərimi əvvəla oxuyurlar, sonra başa düşürlər, sonra üzvlər ilə əməl olunur. Ən birinci insan ağzında oxuyur, sonra ağızdan düşür qəlbə. Qəlbdə o Quranı başa düşüb, anlayır, təfəkkür eləyir, sonra qəlbdə başa düşülüb, anlanılan Quran üzvlərdə görsənməyə başlayır. Əldə, üzdə, ayaqlarda, dildə zikir və s. Yoxsa ki, xavariclər Quran qariləri idilər. Səhabələr onları bu cür təfsir edir. Abdullah ibn Abbas radiyallahu anhumə, Allah ondan vaxtasından razı olsun, deyir ki, mən xavariclərin kəndinə yaxınlaşan zaman onların Quran oxuma səsini eşitdim. Arı vızıltıları kimi. Onlar qurra idilər, yəni Quran oxuyanlar, qarilər idilər. Yaxşı, necə oldu ki, dəyərli cəmaət, bu insanlar bu cür gündəlik Quran oxuya, tilavət eləyə, əzbərləyə, amma hidayət olunmadılar. Elə Quran ayələrindən çaşıb azdılar. Axırda da Quranın o səhifələrini keçirdilər mizraqların başına, nizələrin başına. Necə oldu bu? Alimlər bunu bu şəkildə şərh edib açıqlayırlar ki, onlar ancaq Quranı oxudular, tilavət elədilər, vəssalam. Ancaq dilləri ilə, ağızları ilə oxudular, tilavət elədilər, vəssalam. Çoxlu özü də. Yəni, məsələn, bizim kimi bir ilə bir cüz oxumadılar. Bəlkə də bir aya neçə dəfə Quran-ı Kərimi xətm elədilər. Amma sadəcə oxumaqla kifayətləndilər. Başa düşüb dərk eləməyə isə getmədilər. Özləri necə başa düşürlər, necə dərk edirlər, o şəkildə başa düşüb dərk edirlər. Axırda müşriklər və kafirlər haqqında, münafiqlər barəsində nazil olmuş ayələri gətirib müsəlmanlara, müminlərə, hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrə tətbiq elədilər. Ona görə, dəyərli cəmaət, Quran-ı Kərimi oxumaq kifayət eləmir. Təkcə oxumaqla olsaydı, xavariclər xilas olardılar. Oxumaq, sonra o ayələri başa düşüb dərk eləmək, Peyğəmbər sallallahu aleyhi və səlləmin izah elədiyi, açıqladığı qaydada, ondan sonra o Quran ilə əməl etmək. Allah Rasulü sallallahu aleyhi və səlləmin sünnəsi də tufəssirul Qur'anə və tubəyyinuhu. Quranı təfsir eləyib, onu bəyan eləyib, açıqlayır. Onu bəyan eləyir, açıqlayır. Bu da haqda da Quranda dəlillər olduğu da çoxdur. Allah Teala buyurur ki, وَاَنْزَلْنَا اِلَيْكَ ذِكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ اِلَيْهِمْ. Biz kitabı sənə nazil etdik ki, insanlara nəyin nazil olduğunu başa salıb izah edəyəsən. Başa salıb izah edəyəsən. Demək, ən birinci etiqad etmək ki, Quran Allahın həqiqətən də kəlamıdır. Allah Teala bu Qur'anı özü danışıb, sonra onunla əməl etmək, sonra onu çoxlu oxumaq, vaxtı ayırmaq ciddi, hər gün insanın Quran oxumaqdan payı olmalıdır. Səhər, günorta, axşam, yol gedərkən, minidə gedərkən, evdə oturarkən, məsciddə oturarkən Quran-ı Kərimi oxuyub öyrənməli ki, biz bu haqda, yəni qardaşlar, elm əhli danışıb. Ondan sonra ayələri barəsində düşünmək, təkcə oxumaq kifayət eləmir. Gərək insan oxuduğu ayələrin mənasını dərk edib, başa düşməyə çalışıb, səy göstərsin. Təfsirdə Allah həmd olsun ki, bizim artıq öz dilimizdə elm əhli tərəfindən, müəllimlər tərəfindən tərcümə olunmuş təfsirlər var. Bizə də yaraşar ki, Quran oxuyan zaman o təfsirlərə də baxaq, onun mənasını, izahını öyrənək. Sonra gəlir, onunla əməl etmək. Onunla əməl etmək. Dəyərli cəmaət, əgər insan Quran-ı Kərimi bilir, amma onunla əməl etmirsə, buna heç bir faydası yoxdur. Yəni, əməlsiz elmin insana faydası yoxdur. Bilirəm, Quranı da əzbər bilirəm.
Sünnəni də əzbər bilirəm, amma əməl etmirəmsə, o Quran, o sünnə, o elm sənin xeyrinə yox, sənin əleyhinə olacaq. Ziyanına olacaq. Əl-Qur'an hüccətun ləkə və aleyk. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Quran sənin ya xeyrinə dəlil sübut olacaq, ya da əleyhində dəlil sübut olacaq. Əgər o Quranı oxuyursan, ayələrin başa düşürsən, əməl eləməyə çalışsan gücün çatdığı qədər, o zaman sən, o Quran sənin xeyri olacaq. Qiyamət günü gəlib deyəcək ki, ya Rabbi, məni bu insan üçün şəfaətçi et. Mənim səbəbimlə o xilas olsun. Amma yoxsa oxuyursan, amma nə yazılıb orada heç maraqlı da gəlmir. Sadəcə səhifələr çoxalsın. Yəni bir cüzü tamamladım, cüz yarımı tamamladımdırsa, ondan sonra əməl yoxdursa, o Quran oxumağın sənin xeyriyə yox, əleyhə olacaqdır. Demək, əməlsiz elmin insana faydası yoxdur. Əməlsiz elm insanın əleyhinə olacaq, dəyərli cəmaət. Bu qədər Allah Teala bizə imkanlar verib. Həm də olsun Allaha ki, yəni hər gün dərslər var, şükür Allaha. Dərslər olur, elm məclislər olur. Hər dərs bir fayda, iki fayda öyrəndik. Amma bilək ki, öyrəndiyimiz bu faydalar bizim o vaxtda xeyrimiz olacaq ki, onunla əgər əməl etsək, həyatımızda onu yaşaya bilsək, o zaman bizə fayda olacaq. Alimlər buyururlar ki, əməlsiz elm meyvəsiz ağac kimidir. Əməlsiz elm meyvəsiz ağac kimidir. Baxın, hər gün elm gəlir dayanır əməlin qapısının ağzında. Elm gəlir dayanır əməlin qapısının ağzında. Əməli döyür. Əməli çağırır. Elm əməli çağırır. Əgər o əməl cavab versə, elm o insanda qalır. Elm o insanda qalır. Amma bir dəfə döydü, iki dəfə döydü, üç dəfə döydü, elm çağırır. Əməl yoxdursa, o elm arxasını çevirib, çıxıb, gedəcək. Mən öyrəndim ki, gecə qalxıb Allah üçün namaz qılmaq lazımdır. Gecə namazı ən üstün fəzilətli ibadətlərdən biridir. Gecə saat 5-də bir dəfə telefon zəngi çağırır, mən söndürürəm. 2 dəfə telefon zəngi çağırır, mən söndürürəm. 3 dəfə telefon zəngi çağırır, mən yenə söndürürəmsə, o gecə namazı haqqında bildiyim hədisləri Allah Subhanahu taala məndən alacaq. O elm məndə qalmayacaq. Unudacam, gedəcək. Amma əgər gecə namazı haqqında öyrəndiyim hədislərdən sonra gecə yatmamışdan qabaq saatı gecə namazı vaxtına qoyub o zəng çalanda ayılsam, Allah Subhanahu ve Taala o gecə namazı haqqında olan elmimi daha da artıracaq. Daha da o elm məndə Allahın müvəffəqiyyəti ilə qalacaqdır. Allah Subhanahu Taala buyurur ki: "Vellezîne ihtedev zâdehum huden ve âtâhum teqvâhum." Kim ki hidayət axtardı, yəni elm axtardı, Allah Teala onun elmini artırdı, hidayətini artırdı və ətəhum təqvahum, onlara təqvanı verdi. Yəni salih əməllər etməyi. Salih əməllər etməyi. Yəni niyə biz öyrəndiyimiz hədisləri unuduruq tez? Çünki əməl yoxdur. Halbuki əməl eləsək, yaşasaq, o elm bizdən Allahın izniyle getməyəcək ki, artacaq. Abdullah İbn Abbas bu ümmətin alimlərindən soruşurlar ki, necə oldu bu qədər elm öyrəndin? Deyir ki, 3 şeylə elm öyrəndim. Bilisanin səul, soruşan dilimlə. Və bi qalbin aqul, başa düşüb dərk elən qəlbimlə. Və bi bədənin qayru məlul, yorulmayan bədənimlə. Bədənim yorulmaq bilmirdi elm öyrənməkdə, elmi yazmaqda, elmi əzbərləməkdə, elmlə əməl etməkdə. O dərəcədə dəyərli cəmaət, yəni onlar elmə çatıblar. Həmçinin Muhammed ibn İdris Əş-Şəfi'i rahiməhullah soruşurlar ki, necə bu qədər elm öyrəndin? Deyir ki, şeyən fə şeyən, mövzu. Əvvəla bir məsələni öyrəndim, onu başa düşdüm, dəlillərini axtarıb tapdım, əməl elədim. Sonra keçdim növbəti məsələyə, qabağıma qoydum onu, dəlillərini axtardım, başa düşdüm, əməl elədim. Elə öyrəndim. Necə ki, sahabələr deyirlər, bizdən
Yəni Allahın kitabından 10 ayə eşidən şəxs ən birinci onu başa düşürdü, dərk edir, təfsirini öyrənib, əməl edirdi, ondan sonra keçirdi o biri 10 ayəyə. Beləcə dəyərli cəmaət onları Allah Subhanahu taala bərəkətli eləmişdi və bu Quran ilə demək hidayət olub, doğru yolu tapdılar və bu Quran onların xeyirlərinə oldu, onları ucaltdı. Əlbəttə bu haqda yəni rəvayətlər olduqca çoxdur, öyrəndiyimiz elmlə əməl etmək. Yoxsa Allah qorusun, nə qədər elm öyrənsək də, nə qədər oxusaq da, əzbərləsək də, yazsaq da, əməl yoxdursa, vallahi əleyhinə olacaq. Və alimun bi'ilmihi ləm ya'mələn muəzzəbun min qabli ubbədil vətən. Elmi ilə əməl etməyən alim, müəllim qiyamət günü bütlərə ibadət edənlərdən qabaq əzab çəkəcək. O insanlar ki var, şirk qoşurlar, pir, ocaq, büt, elmi ilə əməl etməyən alim onlardan qabaq əzab çəkəcək. Hətta hədislərdə gəlir ki, cəhənnəm odu, cəhənnəm alovu öyrəndiyi elmlə əməl etməyən alimlə tutuşdurulacaq. Yəni, böyük tonqalın altına balaca taxtalar qoyurlar. Onu qalamaq üçün, deyirmi? Həmin o elmi ilə əməl eləməyənlər də, bax, Allah kömək olsun, o cəhənnəm odu onlarla tutuşulacaq. Allah Teala bizi və bizim cəmaatımızı bundan qorusun. Allah Teala'nın kitabını çoxlu-çoxlu oxumaq və madam ki, Allah Teala bizə fürsət verir, bu kitaba ciddi vaxt ayırmaq və başa düşməyə çalışmaq gücümü çatdığı qədər. Yenə də gücümü çatdığı qədər ondan sonra əməl eləyib, dərk eləmək və həyatımızda tətbiq eləmək. Bu Quran həqiqətən də insanın qəlbi yumşaldır. Qaya kimi sərt olan qəlbi yumşaq eləyir. Allah Teala buyurur ki, əgər biz bu Quranı dağa nazil etsəydik, o dağ, o sərt qayalardan və suxurlardan ibarət olan dağ boyun əyib, baş əyib paramparça olardı. Elə isə bu ətdən ibarət olan qəlb necə ola bilər ki, Quranla yumşalmasın? Suxurlardan, qayalardan ibarət olan dağ paramparça olursa Quranla, əgər sənin qəlbinə Quran oxunur, o ət yumşalmırsa, vay olsun o qəlbi, o qəlb xəstələnib, o qəlb ölüb. Sənin bu bədənin, o ölmüş qəlbin qəbirsanlığına çevrilir. Gətirib o qəlbi bastırıblar, sən adlı qəbirsanlıqda. O qəlbi yumşatmaq, çoxlu-çoxlu Quran-ı Kerim oxumaqla Hafiz Abdülqavi rahiməhullah buyurur ki, وَحَافِظْ عَلَى دَرْسِ الْقُرْآنِ فَإِنَّهُ يُلَيِّنُ قَلْبًا قَاسِيًا مِثْلَ gəlmədi. Çoxlu-çoxlu Quran-ı Kerim oxu, həqiqətən də çoxlu Quran-ı Kerim oxumaq qaya kimi sərt olan qəlbi yumşaldır və mülayim edir. Mən də əvvəla özümə sonra hər birimizə çoxlu Quran-ı Kerim oxumağı tövsiyə edib xatırladıram. Səhər vaxtı, günorta vaxtı, axşam vaxtı, minikdə gedərkən, həm də olsun Allaha, indi bütün ölçülərdə Quran-ı Kerim var. Böyük ölçülərdə Quran-ı Kerim, biraz ondan balaca, biraz ondan balaca, biraz ondan balaca, cibimizə sığır, telefonlarımızda var, cihazlarımızda var, rahat əminamanlıq içərisində yaşayırıq, heç kim gəlib əlimizdən almır, heç kim bizə mani olmur, rahatça oxuya bilərik. Məsələn, bax, gəlirsən, fərz edək ki, Xırdalandan Bakıya, yəni rahat marşrutda bir yarım saatımız keçirilir, yarım saata nə qədər Quran-ı Kerim oxuya bilərik? Yaxud da qardaşın dediyi kimi 50 dəqiqə. 50 dəqiqə nə qədər Quran-ı Kerim oxuya bilərik? Bəlkə də yarım düz oxuyarıq. Yaxşı oxuyanlarımız bir düz oxuyar. Aydındır. Yəni bu nemətlərdən özümüzü məhrum etməyək. Hər hərfinə Allah 10 savab yazır. Hər hərfə Allah Subhanahu taala 10 savab yazır. Başqa fəzilətlər də var, lakin söhbəti uzatmıram. Quran-ı Kerimin fəziləti haqqında dərslərdə bunlar qeyd olunub daha ətraflı, daha geniş şəkildə. Allah Teala bizləri işli faydalan qullarından etsin. İnşallah gələn dərsimizdə biz elçiyə, Rasulə Muhammed sallallahu aleyhi və səlləmə nəsiyyətin mənasını öyrənib başa düşməyə çalışacağıq. Allah Teala bizim bu məclisimizi xeyirli, faydalı, bərəkətli, mübarək etsin. Uca Allah bizə elm məclislərində daima iştirak edib, əvvəla özümüzə nəsiyyət eləməyi, sonra da siz dəyərli qardaşlarımıza xatırlatma etməyə müvəffəq etsin. Uca Allah ölkəmizə əmin-amanlıq içərisində etsin. Allah Teala ölkəmizə, xalqımıza, cəmaatımıza köməklik eləsin, hidayət versin. Rəbbim bizim sıxıntılarımızı aparsın. Cəmaatımızın xəstəliklərə şəfa versin. Borclarımızı qaytarsın. Dünyasını dəyişmişlərimizə rəhmət eləsin, sağ qalanlarımıza hidayət eləsin, doğru yola çağırsın.
Allah Teala ölkə başçımızı qorusun, ona köməklik eləsin, ona düzgün qərarlar verməkdə yardımcı olsun. Uca Allah daima onun yanında olsun, düşmənlərə qarşı, kafirlərə qarşı daima onu güclü, qüvvətli və daima dirayətli etsin. Allah Teala bizi həmişə belə müstəqilliyimizi qorusun, əmin-amanlıq içərisində dinimizi, əqidəmizi, mənhəcimizi, namazımızı, orucumuzu, zəkatımızı, həccimizi, ümrəmizi yaşaya bilək. Elm öyrənib, siz dəyərli qardaşlara öyrədib, bərabərcə məscidlərdə ibadət edib, Allaha yaxınlaşan, sevdiyi, razı qaldığı işləri görək. Ən doğrusun, ən gözəlin Allah bilir. Əssəlamu aleykum və rəhmətullahi və barakatuhu.